Doktor, negativ düşüncələr beynimi yorur. Fikirlərim dayanmır, beynim susmur. Eyni fikirləri təkrar düşünürəm kimi şikayətlər bir çox pasientlərin içində keçirdiyi, lakin dilə gətirə bilmədiyi bir haldır. Bu hal çox vaxt beynin həddən artıq yüklənməsinin əlamətidir. Beyin fasiləsiz olaraq eyni fikirləri təkrar düşünür. Buna zehni ruminasiya deyilir. Bu düşüncələr şəxsin zəifliyi deyil, beynin həddindən artıq yüklənməsinin bir siqnalıdır. Beyin təhlükə varmış kimi davranır və dincəlməli olduğu halda daim oyanıq və gərgin qalır. Bəs yaxşı, bu hal adətən kimlərdə olur? Anksiyetə, narahatlıq olanlarda, davamlı panik atak keçirənlərdə, depressiyaya meyilli insanlarda, uzun müddətli stres yaşayanlarda. Əgər sizi də beyindəki davamlı olan negativ düşüncələr narahat edirsə, vaxtında mütəxəssisə müraciət edin.